Ağdam rayonunun Başgərvənd və Eyvazxanbəyli kəndlərində də böyük qayıdış proqramı çərçivəsində bərpa quruculuq işləri davam edir və Başgərvənd kəndində ümumilikdə layihə 479 hektardan çox ərazini əhatə edir və 1245 fərdi yaşayış evinin tikintisi nəzərdə tutulub. Birinci mərhələdə 851 ev inşa edilir. Kənddə inzibati bina, tibb məntəqəsi, məktəb və uşaq bağçaları, həmçinin müasir yol və mühəndis kommunikasiya infrastrukturu da yaradılır. Eyni zamanda Eyvazxanbəyli kəndində isə birinci mərhələdə 427 fərdi yaşayış evinin tikintisi planlaşdırılıb. Layihə çərçivəsində məktəb, uşaq bağçası, ailə sağlamlıq mərkəzi və inzibati bina inşa olunacaq. Kənd daxili yollar çəkiləcək və hazırda sizə bax bu görüntüləri təqdim edirik, hörmətli telesəhər tamaşaçıları. Və nə xoş bizə ki, həqiqətən də işğaldan azad olmuş bütün torpaqlarımızda artıq həyat çiçəklənir. Orada həm şagirdlər, tələbələr, müəllimlər, təqaüdçülər, hər kəs bax ora bir belə deyək də canlılıq qatır və təranə əslində ən gözəl məqamlardan biri odur ki, o qəsəbələr, o kəndlər açılır, təqdim olunur açarlar və eyni zamanda hər bir binada, hər bir belə deyək də qəsəbədə biz Azərbaycan bayrağını görə bilərik ki, o asılı halda dalğalanır dalğalanır və hər kəsi sevindirir.